Selamun aleyküm aziz dostlar. Hamdolsun Allah'a, şükür Allah'a ki hala ki elə insanlar var, onlar tek özünü yox, ailesini yox, ətrafda olan ehtiyaclı ailələri, yetim ailələri, ehtiyaclı olan dostları düşünürlər. Həqiqətən. Yəni bizə kömək edənlər elə də varlı deyillər əzizlərim. Amma onlar öz qazandığı ruzidən ehsan edirlər. Necə ki Quran-ı Kerim deyir, biz sizə verdiyim ehsanlardan sizlə verdiyim ruzidən siz də ehsan eləyin. Hamdolsun Allah, xanım Zəhra salamullah aleyhanın adınadır bu ehsanlar. Xanımın şəhadat günüdür. 6 ailə üçün ayrılan vəsaitdir, pul vəsaiti və bir də ərzaq var ehsan. Onu da verərik Allahın izni ilə. Vallahi mən çox sevinirəm, həqiqətən çox sevinirəm ki, hamdolsun Allaha ki, hala da öz malından fəda edən insanlar var. Siz də onlara dua eləyin. Vallahi onlar bir nemətdir bizim üçün. Allah hifz eləsin elə insanları. Ya Fatımetu Zahra, ya binte Muhammed, ya Qurrata